Mən həmişə birdən-birə narkotik istifadəsinə başladığıma görə mən bilirdim ki, bir gün hər şey yaxşı olacaq da. Mən o həyatı heç vaxt yaşamaq istəməmişəm. Mən o insanın ailəsi də bilirdi ki, mən həmişə deyirdim ki, mən o insandan nə uşaq dünyaya gətirmək istəyirəm, nə ondan mən ZAKS-a getmək istəyirəm də. Mən o açıq şəkildə özünə də deyirdim ki, mən bir gün səndən ZAKS-ım olmasa, mən qapını bağlayıb çıxıb gedə bilərəm. Amma ZAKS-ım olsa, bu mümkün deyil də. Yəni ya mən səndən çox, yəni işim səndən keçəcək də, ya sən məndən ayrılmayacaqsan, ya başqa problemlər. Mənim də o gücüm yoxdur ki, mən durum, bir tərəfli ayrılım ondan da, çox rahatçılıq olsun. Mən heç vaxt ondan ZAKS istəməmişəm. Yalandan da deyə bilmərəm ki, o məni sırf ZAKS aparmaq istəməyib, o şey də olmuyor. Mən də istəməmişəm getmək, heç o söhbəti belə onun yanında açmamışam ki, ZAKS falan belə eləməmişəm. Amma nə qədər istəməsəm də, insan, yəni mən planlaşdırmasam da ki, o insandan ZAKS-a getməyim, o insandan evladım olmasın. Qismət Allahın qismətidir. Vaxt zaman gətirdi ki, mənim bugünkü gün qızım, elə o uşaq, yəni atası o insandır da. Mən 15 yaşında. O adamın qızım oldu. Bəli, qızım oldu. Mən mərkəzə gələnə qədər 11 il, demək olar 11 il idi ki, artıq mən o insanla bir yerdə idim. O arada olub, məsəl üçün, vaxtlar ki, bir il falan o tutulub, çıxıb, ayrılıq yaşamışıq, mən ayrılmışam ondan 5 ay, 6 ay ayrı qalmışam, belə ayrılıqlarımız olur. Amma belə götürsə ümumi, daimi yaşamışıq da bir yerdə, 11 il idi ki, bir yerdə idik. Mən planlaşdırmamış şəkildə qızım oldu ondan. Mən narkotik təsiri altında, o narkotik təsiri altında. Mən bilmədim ki, hamiləlik keçirdirəm. Ürəyim falan bulanmağa başlayanda mənə dedi ki, bəs gəl mən səni aparım həkimə. Niyə görə ürəyim bulanır da, belə başqa cür istəyirsən özümü. Mən həkimə gedəndə həkim mənə dedi ki, sən artıq 5 aylıq hamiləsən. Mənim həkimə birinci verəcəyim sual onsuz da olub ki, bəs mən necə yoxlaya bilərəm də, mənim uşağım xəstədir. Çünki mən həmişə bilmişəm ki, istifadəçilərin uşağında olur da bəzən problemlər. Mən də o şeydən çox qorxurdum. Bir şey ki, mən uşağımı qarnımda hiss eləməmişəm də, mən o qədər istifadə edirdim, özümdə olmurdum. Amma qurbum Allaha bugünkü müşkülər olsun ki, mən 5 aylıq bildim uşağım var. Ondan sonra Doppler falan da, ümumi yoxlanışlar falan var da. Getdim, dövlət больницalarına müraciət elədim ki, yəni mən hamiləlik keçirdim, amma mən kasıb bir insanam da, yoxdur mənim ailəm falan. Sağ olsunlar, təmənnasız qarşıladılar, hamısını elədilər. Gördüm ki, mənim uşağım sağlamdır. Heç bir problemi yoxdur, sağlamdır, hər şey qaydasındadır. Bu insana da sual verdim ki, mən düzdür Allah qatında qorxurdum. 5 aylıq uşaq idi, əməli başlı uşaq idi, əli ayağı aldırmağa mən uşağı qorxurdum. Amma bu insana mən sual verdim ki, əgər sən istəmirsənsə o uşağı, mən uşağı dünyaya gətirib səni mənə əziyyət verib günaha batmaqdansa, gəl bu başda mən bu uşağı aldırım. Mən qoymadı uşağı almağa ki, Allahın verdiyi nemətdir də, yəni Allah onu bizə verib, olmaz eləmək. Bu belə davam elədi. Mən başladım həkim işlərimi həll eləməyə. Həkim işlərimi həll elədim. Dövlət больницalarına müraciət elədim. Yenə getdim uşağım 8 aylıq mən istifadə edən vaxtı sancı tutdu məni, ağrım tutdu. Sən hamilə oğluna, yəni 5 ayda bildin ki, sənin artıq 5 aylıq uşaq. Ondan sonra kakosu dayandırıb başlamışdım metadon içməyə. Preparat ağrım kəsilsin deyənə. Sırf amma kakosuz dayandırmışdım. Belə amma ümumilikdə bir fərqi yox. Metodun rəsmi olaraq verilmirdi. Yəni onu tapmaq istəyirsənsə, hal-hazırda onsuz da elədir ki, bunu çox insanlar bilir ki, bir narkotik tapmaq istəyirsənsə, narkotik onsuz da rəsmi deyilən bir şey deyil narkotik. Mən onu tapmaq istəyirdimsə, mənim yanımdakı insan tapırdı. Mən başladım metadon içməyə, uşaq qarnımda olan. Mən də xəstə düşüncədə olan insan idim. Fikirləşirdim ki, narkotik istifadə, yəni əsas kakosu istifadə eləmirəm də, metadon istifadə. Əlbəttə ki, narkotikdir. Mən prosta fikirləşirdim ki, bu biraz bəlkə kakosluk daha yüngüldür, daha yaxşıdır da, ondan biraz az ziyanı var. Amma belə heç bir, demək olar ki, eyni bir şeydir. Heç bir ziyanı, yəni aşağısı var, yuxarısı var, bəlkə də ki, aşağısı yoxdur. Mən başladım metodonu istifadə eləməyə, eyni şəkildə də dərmanı içirdim falan, düşürdüm hərəkətə, gedirdim uşağımı, bəs də больница işlərini falan həll eləyim. Mən istifadə elədiyim belə 8 aylıq mənim sancım tutdu. Mənim məcburi şəkildə gecə ilə mən getdim, o müraciət etdim больniца, məni o dəqiqə əməliyyata aldılar, uşağı götürmək üçün. Uşaq qanda boğulurdu, uşağı almaq üçün götürdülər. Uşaq sağlam doğuldu, şükürlər olsun. 8 aylıq doğulsa da 2 kilo yarım uşaq doğuldu, qaydasında hər şey yaxşı doğuldu.
mən 3 gün qaldım banitsadan. Bu insan gəldi, məni banitsadan çıxartdı. Evdəkilərinə, anası ilə prosto da danışdı, şərt kəsdi ki, mən 2-3 gündür gətirirəm Aytəni, tezdən yola salacağım. Ya çıxıb gedəcək hansı bir qohumunun evinə, ya da ki, biz ev tutub yaşayacağıq. Anası bu formada qəbul etmişdi. Amma bir şey də deyim də ki, yəni, o insanın anası həqiqətən də elə bir insan olub ki, o istəmirdi, onun qız evladı olmasa da, o istəmirdi mən o şeyləri yaşayayım. Həmişə mənimlə başqa cür rəftar eləyirdi də, istəmirdi mən o şeyləri yaşayayım. Amma oğlu o qədər bir başqa... Yaxşı rəftar eləyirdi. Amma oğlu elə idi, bizə nə qədər yaxşı rəftar eləsə də, amma bir ana balasından keçəcək bir şey deyil, mənə görə keçməyəcək ki, öz oğlundan da. İtokda yenə oğlu deyirdi sözünü. Oğlu istədiyi kimi olurdu, nə cür nə istəyirdisə, o cür nə gedişat gedirdi. O da hardasa oğlunun xətrinə mənim üçün çox güzəştlər eləyirdi. Bilirdi ki, oğlu mənə görə, mən evdən getsəm gedəcək. Mən məsəl üçün başqa cür rəftar eləsəm, oğlu da hirslənəcək, əsəbləşəcək. Oğluna görə, mənə görə məsəl üçün xoş idi onların rəftarı. Bir ana kimi, bir ata kimi evladlarının yanındaydılar. Pisində də, yaxşısında da, hər bir anda yanındaydılar, köməklərini uzadırdılar da. Bir dənə köməksiz qalan mən idim orada. Köməksiz qalan mən idim. Biz belə getdik, onlarda yaşamağa başladı. Mənim də uşağımın atasının qohumları həkim falandır da, var. Yəni özlərinə görə müəyyən qədər imkanları var. Başladılar gəlib uşağı görəndə falan pul verməyə də, hamısı uşağı gördükcə pul verirdilər belə elə. Biz hardasa bir 500-600 manat pul yığdıq uşağın doğulduğuna görə. Mən dövlətdən də onsuz uşaq doğulduğuna görə 500 manat almalıydım, sənədlərimi vermişdim. Biz getdik, ev tutduq, başladıq orada yaşamağa. Bu eyni davranışlarını davam elətdirirdi. Gəldi evin yəsi bizi evdən çıxartmalı oldu da, necə davam elətdirirdi. Mən uşaqla, 2 otaq ev idi, mən uşaqla evdə gəlirdi, evə bunun hansı bir dostu, bunun yanına qapıdan yola salırdı, gel hansı narkotik verirdi, ona yola salırdı. Satırdı necə? Biri var ki, əməli başda bir insan satış qoyusun, satsın. Mənim olub da, məsələn, bir tanıdığım neçə bir insanı, yəni satır, ailəsinə də o problemləri yaşatmırdı, amma da bu nə satırdı, nə özü bilirdi, nə inirdi. Yəni, idarə olunmazlıqdaydı da, o qədər də özü istifadə edirdi ki, bir dənə adicə çölə, mağazinə belə 5 dəfə çıxıb gedib gəlir. Çünki bu qonşuları narahat edirdi də, birbaşa narahatçılıq yaranırdı. Belə, bizi oradan evdən çıxartdılar. Bu sonra bunun başına, bu getdi oğurluq elədi, başına hadisə gəldi, tutuldu. Mən tamam başqa cürdə, yəni o mənim yanımda onun hardasa az da olsa köməklik eləyirdi, uşağın yeməyidir, odur budur. Bunun başına iş gəldi, bu tutuldu. Mən uşağımla qaldım yəni çarəsiz, gücsüz, bilmədim nə eləyim, necə eləyim, tək. Qardaşım da yanımda həmçinin. Qardaşım da yanımda, bizə bir insanı gördü uşağım, mən, qardaşım, bir xanım idi. Dedi ki, bəs niyə də? Biz oturmuşduq podvalda, siz niyə oturmuşsunuz burada? Mən açıb danışdım ki, bəs belə-belə də, yəni yoxdur gedəcək bir yerimiz, yağışdır. Podvalda, yəni binanın podvalı idi yoxsa? Bəli, binanın podvalı idi. O 5 mərtəbəli binalarla evdə jeklər olurdu, altında da jeklər. Bax orada başlamışdı oturmağa. O gəldi, o insan, xanım mənə ki, bəs nə olub da, sizə belə elədim ki, yoxdur gedəcək yerimizdə, çox pisdir vəziyyətimiz. Gəldi orada podvalda elə bir ki, əvvəl jek olan yerin qapısını açdı. Dedi, bugün qalın burada. Sabahları gedərsiniz, ev tutarsınız. Mən gəl buranın pulunu verəcəm sizin üçün. Biz getdik səhər qardaşımla durduq, tezdən getdik, ev tapdıq. Evi danışdıq, gəldi o insan evin pulunu verdi, tutdu evi. Dedi ki, gələn dəfədən də siz özünüz nəsə bir şey keçərsiniz, gələn aydan. Bilmir daxil istifadəsi. O xanıma mən nə gedirsəm də belə elə. Mən açıb deyə bilməzdim, amma desəydim olsa birbaşa fikri dəyişəcəkdi mənə qarşı. Mən dedim, ev tutuldu, biz belə idarə elədik hardasa bir ay yarım, belə idarə qardaşımla çıxırdı çölə, imkanlı insanlardan pul istəyirdi, kömək istəyirdi, pis narkotik almalıyıq özümüzə, uşağın yeməyi var, o var. Biz bu şəkildə başladıq evdən də çıxmağa, çöl həyatı yaşamağa, belə bir gün tapırdıq, 5 gün tapmırdıq. Başladıq ki, podvalda qalmağa, qardaşım, uşağımı, körpü uşağım qucağımda. Mən necə ki, hansı ki, mən uşaqlıqdan deyirdim ki, öz anam kimi ana olmayacam. Evladım olsa evladımı atmaram. Elə bir vaxt gəldi, çatdı ki, mən dedik ki, mən bir anam kimi ana olardım. Mən evladımı prosta atmışım olardım da, amma yəni istifadəçi bir ana olmasın. Məsələn, mənim anam bizi qoyub gedir, amma narkoman deyil. Normal, öz ağlı başında həyatı yaşayan bir insandır da.
Mən gəldim, hansı ki istəmədiyim o ana rolunu özüm oynamağa başladım. Ondan da betər oynamağa başladım. Belə gördüm ki, bacara bilmirəm də. Bir gün bu polis yaxınlaşır, deyir ki, bu dəfə sənin uşağıma görə keçdim. Bu dəfə sənin uşağıma görə bir söz demədim. Belə, elə gün gəldi çatdı ki, polis gəldi, qardaşımdan uşaq deyəməsi. Mənim qardaşımı tuturdu ki, mənə yenə uşağa görə keçdi. Dedi ki, bax, nəsə də özünə çeki düzən verdi, nəsə. Yəni polisdir, başa düşürəm də, neyini və mən aparıb özü harası yerləşdirəsi deyildi. Mənim üçün cibindən çıxarıb pul verib ev tutası deyildi. Çeki düzən verdi, gedirdi, o da Allah xətrinə. Bilirdi ki, bir dəfə 2-nin üçündə olsa tutacaq, uşağım da alınıb gedəcək körpələr evinə. Mən o qəşən bilirdim. Mən onlara hamısına hazır idim. Mənə deyəndə ki, bəs qardaşı tutub aparıram. Mən ondan xahiş edim ki, dedim, mən səni Allahımla, vicdanımla baş-başa bırakıram da. Mənim qardaşımı tutma, mənim dayanacaq yerim, mənim istəyim, mənim gözləntim qardaşımdan da bu gün ki, biz nəsə bir yaxşı bir şey olar da. Çünki biz pis uşaqlar olmamışıq həqiqətən də. Bizə belə qohum və qribə deyəndə anamıza, atamıza deyirdilər ki, bu uşaqlar var ki, yaxşı ananın, atanın yanından çıxırlar, amma vecsiz bir adam olurlar, lazımsız evlad olurlar. Sizin uşaqlarınız sizə bugünkü belə dəyər verirlər. Mən çünki həmişə anama demişəm ki, sən məni qoyub getsən də, amma mənim qapım, olacaq qapım, olmayacaq qapım fərqləmir, həmişə sənin üçün açılır. Anamla əlaqəm var. Anamla biraz olub əlaqəm, hərdən danışmışam, hərdən danışmamışam. Belə də prosta evə salam-soğul eləmişik. Elə bir yaxından əlaqəmiz yoxdur. O da ki, istəsəm olar əslində, istəsəm olar. Amma mən o yalancı sevgidən, yalancı qayğıdan, prosta da el gözünə görə insanla maraqlamaq. Mən yorulmuşam da, mən günü bugün özüm anayam. Demək olar ki, düzdür ya, hər bir insan anaya ehtiyacı var. Amma ki, mən özüm anayam, mən anamdan nə ki istəmişəm, əldə edə bilməmişəm, anam mənə göstərməyəm, olan hamısını evladıma göstərməyə çalışacağım, bugünkü də şükürlər olsun. Belə, biz tutulmağa başlayanda, gördük ki, tutulur, qardaşım tutulur gedir, mən o polis etdim ki, səni vicdanına bıraxıram baş-başa, bəs mənim Nair də məni, mən ayıq idim onda, Nair Kərimli, mən tanıyırdım o insanı da. Dedim, xahiş edirəm, bir dənə nömrəsi varsa, heç olmayı səs atın da, ona ki, biz Aytəndir, mən başlamışam istifadə, mənə köməklə. Dedi, eləyirəm bunu sənin üçün, qardaşımı da səni bir də bıraxıram. Sabaha qədər Naildən xəbər çıxmadı, incimədi, Aytən mənlə, mən səni qardaşımı tutub aparacağım, sən də ki, baxda necə olarsan. Mən bildim ki, burası söz əsnasında onu deyib gedir, özünün bəlkə də vicdanı əl verməsi də mənə tutmağa, hansısa bir iş yoldaşımı tutacaq, ya hansısa başqa bir yeni işçimi tutacaq, yəni belə gedə bilməz. Elə o günü şükürlər olsun, ilahi qüvvəmiz işlədi, Allah mənim dualarımı eşitdi. Bir saat heç keçməmişdi üstündən, Nail yıxdı məni, Nail zəng vurdu. Yəni o mənə anlıq gələn düşüncə deyil deyə mən Naildən kömək istəyirəm. Mən həqiqətən də kömək ehtiyacım var idi. Yəni, məsələn, insan olur ki, narkoman olur ki, canı ağrıyamalı kömək istəyir, nəsə də bir çıxarı üçün. Amma sən artıq o yoldan qayıtmaq istəyirsən. Mən qayıtmaq istəyirəm. Mən ağlıma qoymuşdum, necə nə cürsə. Mən fikirləşirdim, Nail belə mənə əlaqəyə çıxmasa, danışmasa belə. Mən bunu deyirdim, çünki ətrafımda olan adamlara ki, hansısa bir kanalın qabağına mı gedib yaxınlaşıb deyəcəm. Ya nə bilim, hansısa bir normal bir insan görəndə mi yaxınlaşıb deyəcəm. Yəni bir axır Azərbaycanda da kömək eləyə bilər də, bir insan kömək eləyə bilər. Bugünkü bir çoxlarımız bilirik ki, var həqiqətən də imkanlı şəxslər ki, sağalmaq istəyən insanlara kömək olub sağalmaq istəyirlər də. Mən olsun bunu demişdim ki, mən necə nə cürsə mən kömək istəyəcəm. Amma həm qardaşıma istəyirəm kömək olum, həm də özümə də. Belə şükürlər olsun ki, mən kömək istədim, bunu bacardım da. Bəli, kömək gəldi, Nail gəldi, bizi çəkdi. Sağ olsun rəhbərimiz Anar müəllim, zəng vurdu Anar müəllimə. Anar müəllim bir kəlməsi təmənnasız məni mərkəzinə qəbul elədi ki, gəlsin, sağalsın. Qardaşım da həmçinin mənim, yəni bir sağalmaq deyilən bir şey var, həqiqətən də çox əziyyət tələb eləyir. Mənim öndə gedənlərimdən danışıram. Məni rəhbərim təmənnasız şəkildə qəbul elədi mərkəzə. Hər bir şey göz alaladı. Çünki bir xəstə, bir narkomanı gətirirdi, istifadədə olan aktiv narkomanı gətirirdi mərkəzə, başlayırdı onu sağaltmağa. Günü bugünə qədər mən 5 aydır ki, mənim rəhbərim hər bir şeyi mənim üçün eləyir də, mənim evladımı da gedib görürəm. Evladımı mən mərkəzi gələndə özümdən bir yerdə gətirdim. 10 neçə gün sonra aparıb qoydu körpələr evinə. O da mənə məcbur şəkildə olunmuyor. Düzdür, reabilitasiya uşaq yeri olmasa da, amma bizim elə rəhbərimiz var ki,
Həqiqətən də məni empatiyası çox güclü qurur da. Mən gələn kimi səhər girməsi mənə demədi uşağın üstünəsə fikirləşir. O ümumiyyətlə mənim uşağım var deyə mənə işte demədi ki, nə etmək istəyirsən, nə etmək. Mən özümü yaxınlaşıb rəhbər etdim ki, mənim uşağım yeri mərkəz deyil də, onun uşaqların yanında olmağa ehtiyacı var. Mən öz sağlamlığımla məşğulum, evladım getsin körpələr evinə. Mərkəzimi bitirərəm, prosesimi başa vuraram, sonra gedib uşağımı götürərəm. O da gördü ki, həqiqətən mən də düzgün bir şey istəyirəm, özünü tövsiyələşdi, uşağımı apardım, qoydum. Dövlət himayəsində olan körpələr evinə aparıb qoydum. Demək olar uşağım da ki, 4 ay neçə vaxt ki oradadır, 4 ay neçə gündür ki oradadır. Gedib görürəm də, bir çəkişlərə baxsınız, fikir verirsiniz, görürsünüz. Ad gündə belə getdim orada, qeyd elədim, dünən belə danışmışım uşağımla. Uşağımın 1 yaşı mən mərkəzə gələndən sonra oldu, noyabr ayında oldu. Balacadır, mənim üçün həqiqətən bugünkü uğurdur ki, mənim qızım mənim istifadəçi olmağımı başa düşməyəndə, başa düşənə qədər mən sağalmağı seçdim. O bilsəydi, mən o yana narkotik istifadə eləsəydim, mən gələcək o necə bir nümunə bir evlad kimi böyüdə bilərdim. Yəni necə deyim, Azərbaycana hansı xeyirli evlad kimi böyüdə bilərdim, vətəndaş kimi heç cür oynaya bilməzdim. Bugünkü gün onun beyni ağ kağızdır, nə görsə bundan sonra yazılacaq onun ağlına. Mən də yaxşı olmalıyam ki, həqiqətən də ayaqlarımın üstündə durmalıyam ki, daha bəsdir də, mənə görə 25 yaşım olsa da, amma mənə görə bəsdir, mənim gördüklərim, yəni mənim təcrübəm, insanların reaksiyası, narkomana qarşı olsa reaksiya başqa cürdür. Tembol bir uşaq anası, körpə uşaq qucağında narkotik axtarırsa, heç düzgün bir şey deyil də. Belə, qardaşım da mərkəzdə müalicə alır hal-hazırda. Biz mərkəzə gələndə sağ olsun xalqımız da müəyyən qədər pul yığıldı mənim qardaşım. Düzdür, o yığılan pul 2 narkomanın sağalmağı üçün heç bir şeydir də. Həqiqətən də mən bunu dürüstlüyümlə deyirəm ki, o miqdar 2 narkoman sağalmaq üçün heç bir şeydir, heç nə ya. Çox cüzi bir şeydir, 5%'dir bəlkə, ya deyil. Amma yenə də sağ olsun xalqımız ki, kömək elədilər, dəstək oldular. Mənim qardaşım da Anar müəllimin oğlanlar üçün olan mərkəzində müalicə alır. Mən də hal-hazırda xanımlar üçün olan, mənim qardaşımın da 5 aydır, mənim də 5 ayımdır bugünkü, biz ayıq. 5 ayda ayıq. Mənə görə böyük oldu. Həqiqətən mən 5 ayda ayıq keçirdirəmsə, məndə olmamışdı belə bir şeydə. Nəyə xoş mənim halım. Mən belə deyim də, mən ona özümü inandırmağa çalışıram. İnanıram da ki, çalışıram da onun da ki, mən ayıq qalım, bacarım. Amma narkotik həqiqətən də çox hiyləgər bir şeydir. Mən proqramı tanıdıqca mən bilirəm ki, mən narkotiklə tək mübarizə atıra bilmərəm də. Mənim şükür olsun öndə gedənlərim var yanımda ki, məndən çox ayrılıqlar var, hansı vəziyyətdə nə ediblər, necə ötəsindən gəliblər. Mən bilirəm ki, mən onların yanında bacararam. Mən yanında olsam əgər, mən bu həmişə rəhbərim onlar mənimlə danışan deyirəm. Mən həqiqətən də, mən əllərini buraxmasam, mənim öndə gedənlərim, rəhbərimin əlini buraxmasam, ayıq qalmağı bacararam. Niyə də bacarmayım? Çünki bizim rəhbərliyimizin bugünkü gün neçə il ayıqlığı var, artıq neçə illərdir ki, ayıqdır. Bacarıbsa, mənə də öz tövsiyələrini tövsiyə versə, bildiyi yol göstərsə, mən də bacararam. Amma öz başımdan hərəkət eləsəm. Elə mən bilirəm desəm, mənim olsa öz bildiklərim mənə gətirib bir toplara çıxartdı. Bundan sonra mənim bildiklərim mənə görə yaxşı. Mənim bildiyim necə ola bilər? Mən qızımın həyatının hansısa bir formada fikir bildirə bilərəm. Onun gələcəyi üçün nələrsə eləyə bilərəm özüm. Amma sırf narkotik barəsində mən həqiqətən narkotikin qarşısında aciz, gücsüz olduğumu qəbul eləmişəm də. Mən bunu qəbul eləmişəm və kömək istəməyi də bacarıram bugünkü gün. Üstə deyil, bəli çıxıb. Amma mənim onunla heç bir əlaqəm yoxdur. Olmağını da istəmirəm. Nəyə görə istəmirəm? İstifadəçidir hələ? Yəqin ki, həbsdən çıxıbsa, mənim düşüncəmdə mərkəzlə sağalmayan insan, proqramı tanımayan insan, öz xəstəliyini bilməyən, görməyən insan bir müddət, bir neçə ay ərzində bizim mərkəzdə tüpoy ayıqlıq deyirlər. Sizin əlaqə cəhd eləyir? Necə cəhd eləyir? Məsəl üçün, mənim bibim var ki, bibimlə falan da istəyib ki, o da uşağını maraqlansın belə elə. Amma mən bunu qısa konkret, uşağımı köpəyə evinə qoyanda da hətta mən uşağın atasının adını soyadını vermişəm ki, hansı bir sirk işlərindən bilər, yeri hardadır, nə deyil, yaxınlaşsın, heç bir məlumat verilməsin. Plus da ki, mən bibimə də demişəm ki, deyin ki, məndən öncə Allaha yaxın olsun da, öz həyatını yaşasın. Mən belə elədim. O mənə sağalmağa kömək eləsəydi, hardasa
Onun gücü çatardı çünki mənə sağalmağa kömək edə bilərdi. Hansı bir çıxış yolu tapa bilərdi mənim üçün. Eləmədiyi halda bugünkü mən eğer bu şeyi bacarmışamsa, mənə görə az bir şey deyil, böyük bir şeydir. Mən bacarmışamsa, mənim əlimə bir də mərkəzə gəlmək kimi şansım olmaya bilərdi. Həqiqətən olmaya bilər. Mənim elə bir valideynim yoxdur ki, mən hər saniyə səhv atım atan kimi mənə mərkəzə bağlasın. Mənim başımın üstünə dayansın. Mənim üçün bir şans idi. Plus da ki, məni bu qədər xalqım tanıyır ki, mən artıq sağalıram. Mənim təzədən o tipi gedib görməyim, mən istifadə eləməyim. Mən xalqımın yanında utanaram ki, həqiqətən də fikirləşərlər ki, olsun narkoman budur da, yəni sağalır. Mən istəmirəm o düşüncəni yaradım insanların beynində. Sırf 3 ay, öndə gedənləriniz bilir, sırf 3 ay mən çölə adaptasiya olmaq üçün burada olmalıyam, sırf 3 ay. Ondan sonra davamlı şəkildə yenə də gəlib getmək. Onsuz da məndə elədi ki, vəziyyətdə bilirsiniz necədir. Mən mərkəzi bitirən kimi uşağımı götürməyə fikirləşmirəm. Niyə? Mən sıfırdan, mən təzədən doğulmuş, yəni anadan təzə doğulmuş evlad kimi mən demək olar ki, cəmiyyətə qaynayıb qarışacağam. Mən elə cəmiyyətə adaptasiya olmalıyam. Mənə qoyulacaq bugünkü qranisiyalar olacaq ki, mən onları birinci bilməliyəm, ötəsindən gələ bilmirəm, bilmirəm, qoruya biləcəm onları, bilməyəcəm. Mən onları hamısını keçə-keçə öz xəstəliyimi sırf harada mənə gəlir, harada hansı hissləri keçirdirəm, harada necə oluram, mən onu bir tanımağa başlayandan sonra mən yavaş-yavaş evladımı da oradan götürə bilərəm. Mən bu həmişə deyirəm də ki, mən haradasa düşünürəm ki, bir il aylıq yığandan sonra mən uşağımı yanıma almaq kimi, sırf uşağımı yəni daimi şəkildə mənimlə yaşamaq kimi şeylər fikirləşirəm də. Belə mən gedib uşağımı görəcəm də, əlbəttə ki, mənim evladımdır, mən onu heç atmaram. Mən nə qədər özümə görə sağalsam da, mən balama görə də sağalıram ki, o böyüyəndə narkoman ananın qızı kimi tanım. Qoy evi desinlər, atası narkoman idi, atası ya narkomandır, belə desinlər. Amma ki, hal-hazırda anası narkomanın qızını deyilməsinlər. O şey deyilməmək üçün mən güclü olmağa çalışıram. Belə, mən 5 ayımdır bugünkü, şükürlər olsun. Demək olar ki, çoxu gedib, azı qalıb. Amma mərkəzdə mənim düşüncəmdə, mənim üçün həyat biləcəm ki, mən həqiqətən də sağala bilirəm. Mən ayıq qalmağı bacarıram. Çünki bağlı şərait elə birdir ki, mənim düşüncəmdə, onsuz da mən bilirəm ki, narkotik yoxdur. Mən özümü öldürsəm də burada narkotik yoxdur, neynəsəm də yoxdur. Mən burada öyrəndiklərimi, proqramın barəsində bildiklərimi, mən çöldə inanıram ki, həyatımda tətbiq edib, mən ayıq qalmağı bacaracağam. Arzu edir ki, sən öz ayaqlarını tuta biləsən, inşallah qızın da yanına alasan, qardaşın da sağ olasın. İnşallah. Sağlam həyata davam edəcəksən. Minnətlərim, çox sağ olun.